Salam əziz və dəyərli şagirdlər və müəllimlər. Bugün OTK sınağı olub bilirsiniz və onun izahına başlayaq. Başlayaq indi gördüyünüz kimi birinci sualımız pasiv voice-a aiddir. Yəni məchul növə aiddir. Məchul növü necə etmək lazımdır? Əvvəlcə onu göstərim sizə qaydası ilə. Gördüyünüz kimi, məsələn, burada bir dənə misal çəkmişəm. Gördüyünüz kimi cümlənin mübtədasıdır, xəbəridir, cümlənin tamamlığıdır. Bilirsiniz ki, məchul növ yalnız aktiv, yəni məlum növdə feili təsirli olarsa məchula çevirə bilirik. Və bunda nədən bilirik? Feilə kimi, nəyin sualını veririk. Məsələn, deyək ki, getmək feili. Getmək feilini kimi getmək, nəyə getmək deyə bilmirik. Feil qarşısında mütləq şəkildə kimi, nəyi sualına cavab verəcək bir obyekt istəyir. Həmin o təsirli feillər. Amma almaq feilinə gəlirik. Məsələn, almaq, nəyi almaq? Gördüyünüz kimi, nəyi almaq deyiriksə də, deməli bu nədir? Təsirli feildir. Bu baxımdan təsirli feili varsa, deməli bu məchula çevrilə bilər. Bu qaydada çeviririk. Yəni obyekti keçiririk mübtədanın yerinə. Mübtədanı da verə də bilərik, verməyə də bilərik, by ilə sona veririk. Xəbər isə to be mütləq şəkildə olmalıdır zamana görə. Görürsünüz ki, burada indiki zaman, deməli to be'nin indiki zaman forması hansıdır? Am, is, are. Və onda nəyə baxırıq? Təbii ki, indi am çox vaxt istifadə olunmur, is, are istifadə olunur. Gərək I olarsa orada am istifadə edirik, başqasına istifadə olunmur. Yalnızca I am olmalıdır bu şəkildə. Am başqa şeydə istifadə eləmirik yəni. Amma izlə are biz bilirsiniz ki, izi tək isimlərlə, are cəm isimlərlə istifadə edirik. Yəni, əgər burada classroom sözü cəm olsaydı are işlədərdik, amma təkdir deyə iz işlədirik. Və yanında verilmiş feilin feili sifət 2 formasını istifadə edirik. Yəni, feilin 3-cü forması o feil cədvəlində. Və bilirsiniz ki, bu zaman dəyişiklik eləyərkən to be feilini biz nə edirik? Mütləq şəkildə istifadə edirik. Əgər feilin özünün feili yox, zamanın özünün formalaşmasında to be istifadə olunursa da, o bunun yerinə istifadə oluna bilməz. Yanında həmin o zamanda necə istifadə olunursa da elə istifadə olunacaq. Əgər to be feili həmin zamanda varsa. Məsələn, indi bizə verilən misalda davam edici zamandır. Gəlin baxaq indi. Davam edici zamanda veriblər həmin bu testi. İndi götürük cümlənin mübtədasıdır. Cümlənin xəbəridir. Cümlənin the bridge that collapsed last year hamısı bir yerdə gedəcək. Çünki bunu təyin edən bir təyin budaq cümləsidir. Yəni bridge sözünü təyin edən təyin budaq cümləsidir. Və nə iş görürük görək, onu onun yadından ayırmamalıyıq. Bunu nəzərdə saxlamalısınız. Deməli, biz bunu keçirdirik mübtədanın yerinə. Harda var? The bridge that collapsed last year. Onu önə keçirəcəyik. Zamanımız nədir? Davam edici zamandır. Davam edici zaman olduğuna görə is repeat olubdur, olmaz. Çünki davam edici zamanın məchulu belə olmur. To be var özündə onsuz da. Biz burada deməli, to be-ni verəcəyik. The bridge that collapsed last year is indiki davam edici zaman is gördüyünüz kimi bu feil to be feilini burada var. Biz əsas feil hansıdır? Repair feilidir. Bəs burada biz davam edici zamanını necə düzəldirik? To be plus ing olur da, bilirsiniz ki, feil sifət 1. Feil sifət 1 formasını salacağımız bu həmin to be-nin özüdür. Is being olacaq. Əsas feilimiz hansıdır? Əsas feilimiz repair feilidir. Repair feilində feil sifət 2 forması repaired olacaq. Bu şəkildə. Deməli, the bridge that collapsed last year is being repaired by them olardı. By them verə də bilərik, verməyə də bilərik. Bax, görək harada var bu is being repaired. Deməli, has been repaired, bunu silirik. Was repaired olmaz. Was being repaired keçmiş davam edici zamandadır, o da olmaz. Deməli, bizim doğru cavabımız is being repaired, Y variantıdır. Keçirik digərinə. Deməli, researcher conducted the experiment. Deməli, conduct özü nədir? Feildir. Feil olduğu üçün əsas feildir. Təbii ki, əsas feildən biz nə işlədirik? Zərf işlədirik. Biz heç vaxt əsas feillə, nə mənada əsas feillə? Yəni,
bağlayıcı feil deyilsə də, biz əsas feillə nə işlədirik? Zərf işlədirik. Çünki əsas feilin əlaməti yox, tərzi var. Amma bağlayıcı feillərin tərzi yox, əlaməti var. Ona görə də biz nə edirik? Harda sifət varsa çıxırıq, accurate çıxdı, 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 çıxdı. Deməli, A variantı doğru cavabdır burada. Keçirik 58-ə. Baxın, bu person sözü sayılan isimdir və heç vaxt təyin edicisiz olmaz. Deməli, harda təyin edici yoxdursa biz onu atırıq. Deməli, A-nı atdıq, D-ni atdıq. Keçdik ikinci tərəfə. İkinci tərəfdə morning sözü cəmdədir. Cəmdə olduğu üçün biz nə edirik? Bu artiklı verə bilmərik. Sonra gəlirik Y variantında an person deyə bilmirik. Çünki bu samitlə başlayıbdır. Samit səslə başlayıb. Samit səslə başlayanlara biz an deyə bilmərik. Ona görə də getdik, qaldı B variantımız. Sonra gəlirik, burada isə uzlaşma testimizdir. A number of-un xəbəri cəmdə olmalıdır. Fail düzdür. The number of-un xəbəri isə təkdə olmalıdır. Bu səhvdir. Two cups of-dan əvvəlki ilə uzlaşır. Cups cəmdədir. Ona görə də word düzgündür. Some problems have to be olmalıdır. Have to be. Problems'in uzlaşacaq. Ona görə 4 səhvdir. Deməli, 1-3 doğru cavabdır. 1-3 də B variantıdır. Keçdik digərinə. Scientist, alim, carried out the entire experiment without any outside help. Yəni, ətrafdan heç bir kömək almadan. Yəni, öz eləyib. Bunu da qadın və ya kişi olduğu bilinmir. Çünki bunun elə müəllim kimi, ondan sonra həkim kimi bunun da cinsi yoxdur. Buna görə də biz himself, herself götürüb 1 ilə 4 doğru cavabdır. 1 ilə 4 də C variantıdır. Keçdik, indi bunu sizin üçün belə bir düzəltmişdim. Gördüyünüz kimi, yəni götürüb istifadə edə bilərsiniz. Düzəltmişdim deyər ki, yəni əlavə eləmişdim. Deməli, home early from 5 till 6 and then the whole evening. Deməli, harda ardıcıl baş verən hərəkətlər varsa da, biz onları keçmiş qeyri-müəyyən zamanda verəcəyik. Harda ardıcıl hərəkətlər baş verirsə, onu biz keçmiş qeyri-müəyyən zamanda verəcəyik. Ona görə mən düşünürəm ki, burada cavab C variantıdır. Bir cümlədə həm gələcək, həm indiki bitmiş zamanı verə bilmərik. Ona görə sildik bunu da. Deməli, as rest from 5 till 6. Deməli, burada zaman dilimi var. Onu da bu olmaz. Sonra the whole evening, bütün gecəni deyir, işlədi. Has been working olardı da, bütün gecəni işləyirsə də, əgər biz bunu veririksə də. Çünki bilirsiniz ki, bu bütövlükdə deməli, nə qədər müddəti tutursa da, ona biz indiki davam edib bitmiş zamanı veririk. Ona görə də bu da düzgün deyil. Artıq evə gəlib, ona görə davam edici niyə veririk ki? Has come, yenə də eyni qayda. C variantı doğru cavabdır burada. Keçik 62-yə. 62-də uncountable istəyir sizdən, yəni sayıla bilməyən isim istəyir. Sayıla bilməyən isimlərdən, deməli, knife, bıçaq sayılır, darkness, qaranlıq, rice, düyü. Bu ikisi sayılmır, amma bu sayılır. Cousin, əmioğlu, dayıoğlu, əmqızı, dayıqızı sayılır. Soup, onay, bal sayılmır. İkisi sayılmır, biri sayılır. Ona görə bu vaddeyi götürmürük. Dear, maral sayılır. Çok sayılmır. Təbaşir. Luggage, yük sayılmır ikisi də. Homework sayılmır. Luck, uğur sayılmır. Gold sayılmır. Birisi ki maddədir. Nəinki konkret olaraq formasını bilirsinizsə, forması varsa da, həmişə o yadınıza düşəndə, o formada yadınıza düşürsə də, deməli o sayılır. Amma nəsə müxtəlif formalara düşürsə də onu saya bilməzsiniz. Soap, sabun deməkdir. Sayılmır. Job, iş sayılır. Progress, inkişaf, tərəqqi sayılmır. 63-ə baxırıq, positive case istəyir bizdən. Deməli, nədən sonra got gəlirsə, let's ümumiyyətlə olmaz. Child sözün biz ki, kökündən dəyişərək cəmlənən isimdir. Hansı sözlərdə bir apostrofla düzəlir bilirsiniz? Yərlikal. O sözlərdə ki, o sözlər ya S-lə ya İS-lə cəmlənsin. O, əgər S-İS-lə cəmlənibdirsə də, onun yərlikalı bir dənə apostrofla olur. Əks halda bütün yerdə qalan nə varsa da, əgər biz onu S-lə yərlikal verəcəksə, onda biz yerdə qalanın hamısına apostrof S verəcəyik. Yalnız və yalnız əgər isim S, bir də İS-lə cəmlənirsə, biz onlara veririk apostrofu. Məsəl üçün deyək ki, girls. Gördünüz, cəmləndi. Bunu bir dənə apostrof verir.
apostrofunu veririk. Amma əgər bu S-lə cəmlənmirsə, kökündən cəmlənirsə, təki cəmi bildirsə, həmişə cəmlədirsə, həmişə təkdədirsə və s. bu tip problemli vəziyyətlərdə biz yalnız apostrof S-lə veririk yarıkalı. Bu şəkildə ona görə bu da səhvdir. Əvəzlik, sual əvəzliklərinə qoyulmuş apostrof S yarıkalı deyil. Ona görə bu da deyil. Bu baxımdan cavabımız baxaq görək hansıdır. Aha, let's-dən başlayıb burada. Burada let's-dən başlayıb. Amma cümlənin sonuna da diqqət yetirmək lazımdır. At the bakers, gördünüz. Deməli, burada cavabımız C variantıdır. A'da da deyir ki, David is painting a nice picture. Yəni, bu da artıq şəkil çəkir. İkinci xəbər yoxdur. Ona görə də burada apostrof is kimi götürülüb. Let's-lə olanda birisi olmaz yəni. Kəlama sona diqqət yetirmək lazımdır mütləq şəkildə. Üstü mənim də nəzərimdən qaçır. Deməli, Gary, to suggest an idea for people to think about. Yəni, deməli, insanların düşünməyi üçün ideya təklif etmək. Yəni, ideya verirsiniz ki, o neynəsin? Düşünsün. Burada mən düşünürəm ki, cavabımız bizim to propose'dur. Digərlərinin mən istəsəniz sizə bunu, yəni, definition'ı deyərəm. To restore nə deməkdir? To restore təmir etmək, bərpa etmək və s. To bring something back to its original or previous condition da bunun deməli definition'ı. To apologize, üzr istəməkdir kimdənsə, üzr istəmək. To say sorry for something, you have done wrong. Sonra Gary C variantı bizim özümüz bunu istədikləri kimidir. D variantında isə to provide təmin etmək deməkdir. To provide, to give or supply something that is needed. Bunun kimi. Y variantı isə to refuse. To refuse nədir? Rədd etməkdir. To say no. Rədd etmək. To say no. Not to accept or agree to something. İmtina etmək, rədd etmək. Ona görə də cavabımız bizim C variantıdır. To propose, bu adətən evlilik təklifləri və s. orada da propose görürsünüz. Yəni, düşünmək üçün vaxt verir ki, düşün. Bu deməkdir. Deməli, what gəldi. What'un more-la işlənməyi üçün burada mütləq şəkildə to be feil olmalıdır. What's more, məsələn. Amma what else deyə bilirik. Ona görə more-ları çıxırıq. İkinci tərəfdə baxırıq ki, bu cəmdədir. Cəm üçüncü tərəfdə daha doğrusu. Cəmdə olduğu üçün biz a little və ya çıxırıq. Else plus isim olmaz, amma else-dən sonra apostrof s gələrsə isim olar. Amma normalda else-dən sonra isim olmur. Ona görə bunu da çıxırıq. Deməli, qaldı if you. Digər tərəfə baxırıq. Money var burada. Money, deməli, baxaq görək. Buna çıxmışıq. Onsuz da birincini qalıb B variantı ilə Y variantı qaldı. More money deyə bilərik, amma else money deyə bilmərik. Çünki else-dən sonra isim gəlmir. Ona görə cavabımız Y variantıdır. What else are you going to take with you? Özünlə nə aparacaqsan başqa? We are going to take some more money and a few suitcases. Yəni, biraz deyim, pul aparmaq istəyirik və bir neçə çamadan aparmaq istəyirik. Ona görə cavab Y variantıdır burada. Keçirik digərinə. Aha. What gəldi. Deməli, biz bu tiplərdə buradakı köməkçi feil buradakı ilə uyğun gəlməlidir. Əks olmamalı. Məsələn, keçmiş qeyri-müəyyən zamandırsa da, keçmiş qeyri-müəyyən zamana biz nəyə verməliyik? Keçmiş qeyri-müəyyən zamanla da zamanın köməkçi feilini verməliyik. Shouldsa da have-lə verə bilməliyik. Heç vaxt. Artıq get. Ought to olmalıdır birincisi. Bir də ki, ought-un özü ilə qayıtmalıdır. Ona görə B-ni də çıxırıq. Had waited olardı və yaxud had to wait olardı. Ona görə C-ni də çıxdı. Had to-nun sual inkar bilgisi ki, did-dən olur. Ona görə də cavab D variantıdır. Had to wait their turn to get a ticket. Bilet almaqdan ötürü növbələrini gözləməlidirlər. Ancaq biz yox. We didn't. Bu düzgün cavabdır. Masdan sonra da to gəlmir. Yeni də atdıq. Cavabımız D variantıdır. By the time, before-nun yenilik təşkil edir. Yəni, before necə uzlaşırsa, by the time necə uzlaşır. Yəni, by the time-dan sonra keçmiş zaman, digər tərəfdə keçmiş bitmiş olur. Əgər indiki zaman olsa ki, bunun çox nadir hallarda olur,
O zaman burada da gelecek zaman olardı. Bunun baxımdan keçmiş zamanla indiki bitmiş had got deyilən bir şey yoxdur. Amma əldə etmək mənasında had gotten olmalıdır. Ona görə də seni də çıxdıq. Bir, ikinci bir tərəfdəndəki by the time-dan sonra bitmiş, digər tərəfdə keçmiş qeyri-müəyyən zaman olmaz. Ona görə onu da çıxdıq. By the time-la indiki qeyri-müəyyən zaman və indiki bitmiş zaman uzlaşmaz. Ona görə sildik. By the time bir bağlayıcının funksiyasını daşıyır deyə orada biz gələcək zaman istifadə edə bilmərik. Before kimi. Necə ki before'dan sonra gələcək zaman bitmiş zaman, ondan sonra digər zamanlar istifadə edə bilmirik. Sadəcə indiki qeyri-müəyyən zaman, digər keçmiş qeyri-müəyyən zaman istifadə edirik. Bu da cümlədə. Eləcə də by the time-la da. Və cavabımız A variantıdır. Got, had cooked. 68'e baxırıq indi. Of all strukturu bilirsiniz ki, üstünlük dərəcəsi tələb edir və burada da Z artiklı var. Z artiklı var deyə bunu atırıq. The most interesting C variantı doğru cavabdır. Much more interesting olardı ki, bu da Z ilə uyğun gəlmir. Ona görə silirik. More interesting Z ilə olmaz. Ona görə onu da silirik. Deməli, cavabımız bizim C variantıdır. Of all of strukturunda biz nə edirik? Üstünlük dərəcəsi veririk ki, burada özünün Z artiklı var. Aha. Baxalım indi burada. Burada da uzlaşma testidir. Sözündən əvvəlki ilə uzlaşır. Research ilə have yox həz olmalıydı. Ona görə ana atdıq. The police have decided to postpone the meeting. Bu düzdür. There is two theaters yox. There are olmalıydı. Ona görə səhvdir. The equipment sözünü silirik. Bu şəkildə equipment-lə uzlaşır. Is olmalıdır. Onu da silirik. çoxun xəbəri tək olacaq. Is ona görə biz bunu da silirik. Cavabımız B variantıdır burada da. Gəlirik. Burada görürsünüz xəbər təkdir. Xəbər tək olduğu üçün bosu, olu atırıq. No of, every of deyilən bir şey yoxdur. Onu da atırıq. Qaldı A variantı. İndi baxırıq burada cümlə qurmadır. Ben düşünürəm ki, burada literature from other readers, mistakes, aha. Ədəbiyyat bizə nə öyrədir? Ədəbiyyat digər insanların səhvlərindən dərs almamızı öyrədir bizə. Ədəb mərifət öyrədir. Ədəbiyyat fənni nə öyrədir bizə? Onu öyrədir. Başqalarının təcrübəsindən istifadə eləməyi, başqalarının deməli səhvlərindən dərs almağı, başqalarının yaxşı etdiyi hərəkətdən öz həyatımıza müəyyən qədər qatqı qatmağımızı öyrədir ədəbiyyat bizə. Və burada da yeni cümlədir. Literature allows readers to learn lessons from other people's mistakes. Deməli, 4, 6, 8, 5 to learn the lessons. 2 from other people's mistakes. 3, 7, 1. 3, 7, 1. 4, 6, 8, 5, 2, 3, 7, 1. Aha, C variantı doğru cavabdır. Keçdik pasaja. Deməli, gəlirik əvvəlcə biz suallara baxırıq. The passage is mainly about bilirsiniz ki, ilk iki cümlədədir. Sonra gəlirik. Which of the following is true? True deyirsə də bilirsiniz ki, hansı sözlər çıxmaq lazımdır? Hardly və s. bu tip sözləri çıxırıq. Vizar sözünü çıxırıq. Not sözünü çıxırıq. Yəni, bu 99% belədir. Stop sözünü çıxırıq. Stop negativ sözləri çıxırıq adətən. Ki, necə çıxırıq? Altından xətt çəkirik. Xətt çəkirik, gedib baxırıq. Məsələn, deyirik ki, burada modeling after facing pressure from the fashion world. Deməli, dəb dünyasında necə deyək, təsirlə üzləşəndə dayandırdı. İndi gedib baxacağıq təbii ki. Dayandırdı deyir. Prefers not to wear traditional clothing during competitions. Yəni, ənənəvi paltarlar geyməməyə üstünlük verirdi. Amma mən bunu tanıyıram, bilirəm ki, bu başı örtülü bir model oldu. The oldest participant in the Miss Minnesota USA competition
Halima Aden became a famous model across the world without any challenges. It's not possible. Yani mümkün değil. It's impossible. Without any challenges, you will become any other thing. Halima Aden showed powerful motivation and hope during her career. Bu düz olabilir. Neyse, geçiyoruz. Ne? Demonstrates that ignoring cultural identity is required for success. Not ignore. Mənfi xarakterli sözləri atırsınız. Onları atırsınız. Traditional clothing nə vaxtdan bariyeri oldu? Bu ola çevirməyə. Always sözü varsa biz onu atırsınız. Bizden ne istəyir? Düzgün cümləni istəyir. Cümləni tamamlamamızı istəyir. How did wearing a hijab and full body swimsuit impact Həlimə's career? Necə təsir elədi? Gedib onlara baxacaq. Deməli, to which best fits the definition a person who takes part in something. A person, participant olacaq bu, düşünürəm ki. Nəysə, indi gedək baxaq indi. Halima Aden's story is full of determination and courage. She was born in a refugee camp. Deməli, qaraçıl kampında dünyaya gəlib, Somalidə. Moved to the United States at the age of 6. Life in a new country was challenging, but her willpower helped her overcome every step of the way and dream of a brighter future. Sonuncu cümləni oxuyur. She proves that people can achieve their dreams and open doors for others. Deməli, son bir cümləni oxuyuruq, bir də əvvəlki iki cümləni. Gəl baxaq. The problems faced by models in beauty contests, söhbət orada modeldən getmir, orada determinationdan gedir söhbət iş. Yəni o model həyatındakı çətinlikləri göstərərəkdən burada insanlara nəyi göstərir bu? Göstərir ki, yəni nəyəsə nail olmaq üçün çoxlu çətinliklərdən keçmək lazımdır. Kenya'da hiç studying eləməyibdi, ona görə B-ni çıxdıq, çünki köçdü dedi. The history of beauty competitions in the USA, yəni gözəllik müsabiqəsinin tarixindən söhbət getmir, bu qızdan söhbət gedir. How a young girl broke barriers and inspired others. Aha. She proves that, sübut edir ki, can achieve their dreams and open doors for others. Düzdür. Deməli, D variant doğru cavabdır. Lack of willpower. Arzunun. Neyse, bu değil cevap. The problems faced by models in beauty contest, bu da değil. Deməli, cevabımız D variantıdır. 72 D. 73'e baxırıq indi. 73'də də deyir ki, which of the following true according to the passage? The oldest participant in the Miss in geri yoru baxırıq. The first participant, not the oldest. The first. Competition'da the first participant deyir. Baxaq burada. Soon after she signed a contract with a major modeling agency. Neyse, bu değil. Deməli, bu da səhvdir. Became a famous model across the world without any challenges. Not without any challenges. Being born in Kenya is a challenge itself. Yani Kenya'da doğulmaq elə özü, Somali'də doğulmağın özü elə bir çətinliyin özüdür. Ümumiyyətlə. New country was challenging, but her, neyse, bu da challenging. Deməli, took pressure in the fashion. Faced many challenges. Ona görə də without any challenges deyil. B variantı çıxdı. Showed powerful motivation and hope during her career. Prefers not to wear traditional. Aha, hicab özü. Kimliklə burada traditionaldan söhbət harda gedir?
hicab taxıb yəqin, ona görə deyirlər. Ona görə də geyinibdir də. Stopped modeling after facing pressure. Baxın, faced many challenges from stereotypes to pressure in the fashion world. However, she remained true to her values. Yəni öz həqiqətində qalır, yəni dəyişmir. Ona görə də stop eləmir, ona görə cavabımız C variantıdır. Showed powerful motivation and hope during her career. Deməli belə, keçirik indi 74-ə. 74-də demonstrates that. Story nəyi demonstrate edir? Ignoring cultural identity. Xeyr. Only winning beauty contest guarantees success. Yəni sadəcə bir gözəllik yarışmasını keçmək o uğuru garantiya vermir ki, ona görə də onu atırıq. Success can be achieved. Həm də only-ni görəndə onu düşünün bir dəfə də. Çünki o adətən false-un cavabı olur. Success can be achieved by staying true to personal values. Öz deməli şəxsi dəyərlərini düzgün hesab elədiyi şəxsi dəyərlərində by staying true to personal values öz deməli şəxsi dəyərlərinin həqiqətində qalmaqla uğur əldə etmək olar. Yəni özünü qoruyursan, yəni şəxsi dəyərlərini qoruyursan. Yəni mən beləyəm. Xoşunuza gəlsə də, gəlməsə də mən beləyəm deyibdi və orada da uğur qazanıbdı. Are always easy. Fashion career heç vaxt easy olmayıbdı. Həmişə denons eləyiblər, qeybət qırıblar və s. Qeybətdən də o yana çoxlu təzyiqlər olub. Ona görə də fashion heç vaxt asan olmuyor. Traditional clothing barrier olmuyor ona. Əksinə onun bir ilkə imza atıb. Bu traditional clothing deyirlər bunlar hicaba. O da getdi. Deməli, success can be achieved by staying true to personal values. Burada bayaqlarımını biz gördük. To her values, proving that success doesn't mean losing one's individuality. Individuality ne deməkdir? Personal values deməkdir. She remained true to her values. Gördüğünüz kimi C variantı doğru cevaptır. How did wearing a hijab and full body swimsuit impact Halima's career? She became the first participant to wear them in a big beauty contest. Hijab and full body swimsuit'te zemdeyevler. Became the first Miss competition to appear in hijab and burkini. A full body swimsuit. Deməli, bütöv bədəninə dar giyinilmiş dəri əvəzi ki, qapalı giyimli biri olsun. Ona görə də düzdür bu. Wearing these clothes helped her attract attention worldwide. Dünyada diqqəti cəlb etməyə səbəb oldu. Family members'ın supportunu lose eləməyə heç orada yazılmayıbdı, səhv eləmirəmsə. Burada hiçbir şey yazılmayıb ailə haqqında. Ona görə it forced her to stop working as a fashion model. Not. 1-2. 1-2 cavab A variantıdır. A person who takes part in something participant mən düşünürəm ki, ikiyə bax, ikinci abzasa baxırıq. Aha, participant. Səhv eləmirəmsə olur da. Participant. Sonra geçirik deməli burada to fascinate sözünə yaxın olan, close meaning olan fascinate sözünə ikinci paragrafda fascinate sözünə yaxın olan captivated the world, fascinated the world. Sonra gəlirik inspire sözü. Hamı inspire sözü başladı, o da var. Agency Manchester again became first hijab walk famous runways, appear covers, pieces, remain true about problem that success neyse.
Inspires. Inspire bir də captivate. Deməli, hansı sözə görə istəyirlər? Inspire və captivate. To, to, yəni bu ikisindən biridir. Deməli, at least two words change eləməliyik. Həlimə Adın success inspires use to nədir? Young people to dream big, work hard and never give up their beliefs. İndi biz buna cümlə qurmalıyıq. Deməli, never give up. Never give up nə deməliyik? Bayaqlarım give up sözünün burada sinonimi var idi. Remain true to her values. Dəyərlərinə sadiq qalsın, heç vaxt vazgeçmədi. Necə deyə bilərik? Deməli, belə deyə bilərik onu ki, bunu köküdə to dream big, work hard and yaza bilərik burada ki, to dream big dedik. Bunu yazıb yazılı şəkildə ekranda göstərəcəm bilməz. Baxaq görək yuxarıda nə vermişdilər. Deməli, never give up their beliefs. Deməli, dedik nə? Stay true to their values. Stay true to their values. Tamamilə dəyişdik. %2 sözdən çox dəyişdik. 79-a baxaq. What should people do to overcome problems when they face them? İnsanlar deməli problemlərlə qarşılaşanda onun öhdəsindən gəlmək üçün nə etməlidirlər? Bunun üçün birincisi özümüz Azərbaycan dilində yazmalıyıq. Yəni Azərbaycan dilində mən bura yazıram və siz onu sanki bir necə deyirlər, gəlib kimi nəzərdə saxlayın. Məsələn, problem hesab edəndə o həqiqətən də problem olur bizim üçün. Amma problemi biz düşünəndə ki, o bizim üçün düşünməyimizə vaxt qazandırmaq üçün o bizim qarşımıza çıxır. Bariyer yox. Sanki bizim düşünməyimiz üçün bizə şərait yaradır. Və problem ətrafımızdakı insanları da seçməyə kömək edir bizə ki, biz ətrafımızdakı insanları diqqətlə seçirik ki, o dostdur və yaxud dost deyil. 2 dənə səbəb var bunu yazmamız üçün. Belə yaza bilərik. Mən yazım, sonra sizə onu konkret formasını göstərəcəm. Deməli, mən belə deyərdim ki, məncə insanlar problemləri maneə deyil, onları inkişaf etdirən çətinliklər kimi görməlidirlər. Bunun səbəbi odur ki, problemlər insanı tələsmədən düşünməyə və daha diqqətli qərarlar verməyə məcbur edir. Bundan əlavə, çətin vəziyyətlər ətrafımızdakı insanların bizə olan münasibətini anlamağa kömək edir. Nəticə olaraq problemlərə yol göstərən vasitə kimi baxmaq daha düzgün qərarlar verməyə və daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Bunu ingilis dilinə tərcümə eləməliyik. Və tərcümə qaydası da necədir? Onu sizə indi diqqətlə göstərəcəm mən. Və indi əlyazma şəklində olanda siz mənim xəttimi yaxşı başa düşmürsünüz. Ona görə də mən bunu istəyirəm elektron versiyasını sizə göstərəm və onun üstündə də biz onu təhlil edək. Gördüyünüz kimi bu cür bir deməli opinion alındı, fikir alındı. Məncə halqaya aldığım sözlər sizin necə deyirlər, qəlbiniz olsun. O qəlbin üstündə yazın həmişə. Məncə insanlar problemləri maneə deyil, onları inkişaf etdirən çətinliklər kimi görməlidirlər. Bunun səbəbi odur ki, problem insanı tələsmədən düşünməyə və daha dəqiq qərarlar verməyə məcbur edir. Bundan əlavə,
Çətin vəziyyətlər ətrafımızdakı insanların bizə olan münasibətini anlamaq kömək edir. Nəticə olaraq bu sözləri qəlib kimi saxlamalısınız və bu sözlər bizim siqnal sözlərimiz. Deməli, I think people should see problems not as barriers, but as challenges that help them grow. It is because problems make people slow down and think more carefully before acting. Moreover, difficult situations help us to understand who truly supports us and guide us in choosing friends. In conclusion, özüm ayrı yazmışam ki biləsiniz. Seeing problems as guides leads to smarter decisions and better results. Bu şəkildə, yəni bu qəlibi yadda saxlayın ki, bunun üstündə qursanız, nəticəniz daha yaxşı olacaq və tambalanmaq ehtimalınız yüksələcək. İndi isə gəlirik dinləməyə. Dinləmədə deməli, which statement is true according to the passage? Pasaja görə hansı düzdür? Mikrofonlar məktəblərdə istifadə olunur bugün. True deyil. Mikrofonlar helped voices reach large audiences. Düzdür də bu indi belə götürəndə. Pasaj nədən ibarətdir? Görək nədən çox danışırlar. Microphones. Məncə mikrofondur. Deməli, situation sözünün elə burada var da cavabı. Cevabı vardı burada. Görmədim. Neyse. Deməli, keçirik. In television studios, shows are filmed. Microphones, söhbət mikrofondan gedir. They were first used mainly at theaters and concerts where singers and actors perform. In television studios where shows are filmed. Ola bilər bu da. Səhv eləmirəmsə A olacaq. In radio stations where people listen to news and music. In telephones to make voices louder and they first. In mobile phones used to share videos with friends. İlk dəfə mobile phone mu var idi? Telefon da onun kimi ilk dəfə ondan öncə istifadə olunmayıb ki, mikrofon. Ona görə bu ikisi səhvdir. Keçirik 80-ci. Write one adjective from the passage. Neyse. What's wrong with the telephone that Alexander Graham Bell invented in 1876? Deməli, telefonu kim ixtira eləyib? Alexander. Gəlir indi, baxaq, telefonu kim ixtira eləyib? Söhbət mikrofondan gedir. Was first invented by Alexander Graham Bell tərəfindən kəşf edilməyib. Telefon kəşf edilməyib. Mikrofon yox. Telefonun problemi nə idi? Deməli, telefonun problemi oymuş ki, orada mikrofon yox olmuş. Telefonu o ixtira eləməyib ki, bu ixtira eləyib. Ona görə A variantı səhvdir. Deməli, burada qalırıq 2 dənə cavabın arasında. D və Y-nin arasında qalırıq. Sonra gəlirik mainly about different types of modern technology'dən deyil. Mikrofonların dezavantajlarından danışmır. Telefon necə ixtira olunub ondan danışmır. Emil Berlin's invention, how people communicate on stage. Deməli, on stage bu da deyil. Səhv eləmirəmsə C-dir burada da. İndi deyirəm. Amma keçən dəfə kimi o dəqiqə deməyin ki, hə, burada müəllimə səhv edib eləyir. Sonraca baxın. Bu dinləməni mən dinləməmişəm. İndi dinləyib sizlə bərabər
qərar verəcəm ki, söhbət nədə gedir. In radio stations where people listen to news and music, harada deyil, ilk dəfə əsasən istifadə olunub. At theaters and concerts where singers and actors perform. In television studios where shows are filmed. In radio stations neysə, bunu keçdik. Deməli, situation sözünə aid sifət olacaq. Ondan sonra ilk dəfə telefonun problemi nə idi? By the 1920s, singers, actors and public speakers. Aha. Bu da bizə bir public speakers. Deməli, 1920-ci ildə nə ediblər onlar? Reach large audience eləyibdi də. Ola bilsin, Y variantı duracaq. Deməli belə, indi gəlin biz bunu dinləyək. Dinləyəndən sonra da cavabları qərarlaşdıraraq. Cavabları ondan sonra müəyyənləşdirək ki, hansıdır cavablar. İndi dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsinə first version of the mətni dinləyin. The microphone is a device we hear about almost every day, but few people think about its history. The first version of the microphone appeared in the late 1800s. In 1876, Alexander Graham Bell invented the telephone, but the sound was weak and unclear. Soon after, German inventor Emil Berliner invented the first real microphone to improve telephone sound. His invention made voices louder and clearer. It forever changed the way people communicate. It still changes the way people communicate. At first, microphones were used mainly for telephones. They allowed people to speak more clearly over long distances. Soon, microphones found new uses in radio broadcasting, theaters, and music halls. By the 1920s, singers, actors, and public speakers were already using microphones on stages around the world. This helped their voices reach huge audiences. Today, microphones are everywhere, in mobile phones, at school events, at concerts, on television, and even in space. Since its first use in telephones, the microphone has developed greatly and improved to this day. Microphones allow people to easily record, strengthen, and share their voices easily in various situations. 2 dəqiqə ərzində dinləmə mətni əsasında tərtib olunmuş tapşırıqlara yenidən baxın və qeydlərinizi aparın. Bundan sonra mətn bir daha səsləndirilməyəcək. Mətni dinləyin. The microphone is a device we hear about almost every day, but few people think about its history. The first version of the microphone appeared in the late 1800s. In 1876, Alexander Graham Bell invented the telephone, but the sound was weak and unclear. Soon after, German inventor Emil Berliner invented the first real microphone to improve telephone sound. His invention made voices louder and clearer. It forever changed the way people communicate. It still changes the way people communicate.
At first, microphones were used mainly for telephones. They allowed people to speak more clearly over long distances. Soon, microphones found new uses in radio broadcasting, theaters, and music halls. By the 1920s, singers, actors, and public speakers were already using microphones on stages around the world. This helped their voices reach huge audiences. Today, microphones are everywhere, in mobile phones, at school events, at concerts, on television, and even in space. Since its first use in telephones, the microphone has developed greatly and improved to this day. Microphones allow people to easily record, strengthen, and share their voices easily in various situations. Mətnin səsləndirilməsi başa çatdı. Deməli belə, indi deməli burada nədir? Nədir? Deməli, 1876-cı ildə telefonun kəşf olunanda onda nə idi səhv olan? It didn't have, it didn't have microphones. Microphones. Yəni ardını yazmadım, microphone. Situation sözündə difficult eşitdim kimi gəldi mənə. Mən düşünürəm ki, burada difficult cavab. Amma başqa burada isə düşünürəm ki, mən burada it sounded unclear. And was çətinliklə eşidilirdi. Və yaxud deyək ki, the problem was that its sound was unclear. And wasn't easy to hear. Bu şəkildə belə də deyə bilərik. Sonra we already using on stage. Sonra situation sözünə də baxırıq indi. Situation sözündə mən düşünürəm ki, difficultdır. Çünki adətən difficult istifadə olunur. Orada eşitdinizmi bilmirəm o sözü. Deməli, burada cümləni mən biraz uzatdım. Belə, deməli, by the 1920s, singers, actors, and public speakers were already using microphones on stages around the world. Budur. The problem was that its sound was unclear. Sonra not easy to hear. Situation sözünə isə gələndə mən düşünürəm, lap sonunda whereas dedi, səhv eləmirəmsə. Sonra first used mainly in telephones to make voices louder and clear olmalıdır. Burada bunu easier veribdir. İndi bilmirəm bunu düz götürəcəklər və yox. Yaxud in radio sözü getməyibdir. Video görünməyib, ümumiyyətlə orada yoxdur. Theater də deyilmədi orada. Deyildi, bu ilk dəfə ona istifadə olunmuyub. Televizyonda heç ümumiyyətlə mən düşünürəm burada D variantı. Deməli belə, gəlin əvvəldən biz, əvvəl silinibdir, düzdür. Amma yəni bildiniz ki, listening cavabları 1Y, 2C, listening üçüncüsü D, 4 various, 84'də isə problem was that its sound was unclear. Sonra gəlir, by the 1920s, singers, actors, and public speakers were already using microphones on stage around the world. Bu qədər.
Sağ olun, salamat qalın.